Həftənin əsas xəbərləri. Azadlıq qəzetinin müxbiri oğurlanılaraq döyüldüyünü bildirir. Human Rights Watch dinc etiraz aksiyalarının zorakılıqla dağıdılmasından narahatdır. Eynullah Fəthullayev ombudsmanla görüşə təkid edir. Cabbar Sablanlının işi üzrə məhkəmə prosesi keçiriləcək. Senator Bəxtiyar Hacıyevlə bağlı Hillary Clintona məktub yazıb. İctimai Palata aprelin 2-sində miting keçirməkdə israrlıdır. Martın 25-dən 26-sına keçən gecə saat 00:30 radələrində işdən evə gedərkən yaşadığı Ceyranbatan qəsəbəsinin girişində Azadlıq qəzetinin müxbiri Seymur Həziyev naməlum şəxslər tərəfindən oğurlanıb və sonra da döyülüb. Bunu jurnalistin özü martın 26-sında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Mən Mercedes markalı mikroavtobusda 6 nəfər maskalı şəxs tərəfindən naməlum istiqamətə aparıldım. Başıma da qara torba keçirilmişdi deyə heç yer görmürdüm. Əllərimi skoçla bağlamışdılar. Yol boyu məni rus dilində söyürdülər və döyürdülər. Təxminən 2 saatlıq işgəncədən sonra məni kənd Binəqədinin ərazisində yerə düşürdülər. Deyə qeyd edən Seymur Həziyevin sözlərinə görə ona sonda ağıllı olmağını və Prezident İlham Əliyev barədə yazmamağını tövsiyə ediblər. Habelə Seymur Həziyev onda bildirdi ki, ona baskı edən şəxslər 2 ədəd mobil telefonu və çantasında olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2011-ci il üçün fəaliyyət planını götürüblər. Mətbuat konfransında çıxış edən Azadlıq qəzetinin redaktoru Qənimət Zahid, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, jurnalist Şahvələt Çobanoğlu, Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı və digər şəxslər baş verən hadisəni pisləyiblər. Tədbirin sonunda baş verən hadisə ilə bağlı bəyanat qəbul edilib, habelə ölkə ictimaiyyəti Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçilərinin iştirakı ilə geniş forumun keçirilməsi də qərara alınıb. Forum martın 29-da saat 12-də Azərbaycan Demokrat Partiyasının qərargahında keçiriləcək. Baş ofisi Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatı Azərbaycanda 11 və 12 mart aksiyalarında onlarla etirazçının həbsinə görə narahatlığını bildirərək saxlanılanların dərhal azadlığa buraxılması üçün hökumətə çağırış edib. Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan hökumətinin fundamental siyasi hüquqları pozduğunu vurğulayıb. Biz bu barədə bir neçə bəyanat vermişik. Təşkilatımızın nümayəndələri bir neçə gün Bakıda olaraq baş verənləri sənədləşdiriblər. Hökumət alternativ baxışlardan çıxış edən insanları təqib edir və fikir ayrılığına baskılar edir. Hökumət dinc nümayişçiləri heç bir ciddi əsas olmadan gülünc ittihamlarla həbs edir. Bu işləri görməklə hökumət dinc nümayişlərin qarşısını almağa çalışır, deyə qeyd edən Denber, müxalifətin aprelin 2-sinə planlaşdırdığı növbəti aksiyası zamanı baş verə biləcək hadisələrə görə narahatçılığını ifadə edib. Bizim 3 başlıca narahatlığımız var. Birincisi, hökumət dinc toplaşmanın qarşısını almaq üçün qabaqcadan insanları həbs edə və ya saxlaya bilər. İkincisi, polis bu nümayişi dağıtmaq üçün zor tətbiq edəcək. Üçüncüsü, polis nümayişdə iştirak edənləri həbs edərək onlara müxtəlif növ inzibati cəzalar verəcək. Halbuki bu insanlar sərbəst toplaşma hüququnu icra edərək öz baxışlarını ifadə edirlər. Mənim narahatlığım odur ki, bu hal Azərbaycanda siyasi gərginliyi artıra bilər, deyə o vurğulayıb. Martın 24-də vəkil Anar Qasımov bir sayda cəza çəkmə müəssisəsində saxlanılan jurnalist Eynullah Fəthullayev ilə görüşüb. Vəkilin sözlərinə görə həyatdan təhlükə ilə əlaqədar jurnalist 20 gündən artıqdır ki, karsiyada qalır və onun digər cəza çəkmə müəssisəsinə köçürülməsi istiqamətində heç bir tədbir görülmür. Habelə vəkilin sözlərinə görə Fəthullayev ombudsman Elmira Süleymanova ilə görüşdə təkid edir. Fəthullayev ombudsman aparatının martın 19-da yaydığı xəbərdən narazı qaldığını bildirib. Belə ki, ombudsman aparatının yaydığı məlumatda daha çox onun səhhəti ilə maraqlanıblar. Halbuki onun digər cəza çəkmə müəssisəsinə köçürülməsi məsələsinə, həmçinin jurnalistə cəza çəkmə müəssisəsinə köçürüldüyü zaman naməlum qara maskalılar tərəfindən edilmiş hücuma toxunulmayıb. Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı cəza çəkmə müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 6 iyul 2010-cu il tarixində Eynullah Fəthullayev cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı cəza çəkmə müəssisəsində Fəthullayev üzərindən 0.220 qram heroin tapılması ilə bağlı irəli sürülmüş itham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayət təmin olunmayıb.
Habelə Eynullah Fəthullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu ilin aprel 22-sində yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27.822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin plenumu isə bu qərarı qismən təmin edib. Martın 28-də Sumqayıt Şəhər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Təşkilatının üzvü Cabbar Sabiralının işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Bu barədə Obyektiv TV-yə Gənc fəalının vəkili Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə narkoloji dispanserin ziddiyyətli rəyindən Sabiralının əleyhinə istifadə oluna bilər. Buna görə müdafiə tərəfi istintaqın rədd etdiyi alternativ həmçinin təkrar ekspertizanın keçirilməsi, narkoloji dispanserin rəy verən həkimlərin istintaqda şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Belə ki, ekspertiza Sabiralının narkotikadan fiziki və psixoloji asılılığını müəyyən etməyib və onun icbari müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, ekspertlər gəncin narkotik maddədən istifadə etməsi mümkünlüyünü də istisna etməyiblər. Bu o deməkdir ki, Sabiralının narkotik istifadəçisi kimi tanına bilər. Necə ki, bu Eynullah Fəthullayev ilə baş vermişdi. Xatırladaq ki, Cabbar Sabiralının fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Sabiralının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunduğu istisna edilmir. ABŞ senatoru Mark Kirkin həbsdəki gənc fəal və bloger Bəxtiyar Hacıyev ilə bağlı dövlət katibi Hillary Clintona məktub yazıb. Azadlıq Radiosu məlumatına görə məktubda deyilir ki, Bəxtiyar Hacıyevin hüquqları həm Azərbaycan Konstitusiyası, həm də Beynəlxalq İnsan Haqları Deklarasiyasına görə pozulub. Senator dövlət katibinin Azərbaycan insan haqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün çağırışlarını davam etməyə, Bəxtiyar Hacıyevin məhkəməsi başlayana kimi onu azadlığa buraxmağı və ona qarşı pis rəftarla bağlı ittihamları araşdırmağa səsləyib. Bəxtiyar Hacıyevin Harvard Universitetinin məzun olduğunu xatırladan senator qeyd edib ki, o ötən il parlament seçkilərində öz namizədliyini irəli sürüb. İlk dəfə hərbi xidmətdən yayınmağa görə 2010-cu il noyabr 18-də saxlanılıb. Facebook sosial şəbəkəsində gənclərin etiraz aksiyası təşkil etməsinə yardım edib, martın 4-də isə həbs edilib. Rəsmi ittihama görə Bəxtiyar Hacıyev Gəncə şəhərini tərk etməmək barədə iltisamlı şərtlərini pozub. Martın 24-də Azərbaycan Demokrat Partiyasının qərargahında İctimai Palatanın 3-cü sessiyası keçirilib. Sessiyanı aparan Klassik Xalq Cəbhəsi Partiyasının təmsilçisi Ədalət Məmmədov sessiyanın gündəliyinə təşkilati məsələnin aprelin 2-sində keçirilməsi məqsədə uyğun sayılan mitinqə hazırlığın və mitinqin qətnaməsinin hazırlanmasının daxil edildiyini deyib. Daha sonra palata üzvləri palatanın işi ilə bağlı təkliflərini səsləndiriblər. Beləliklə, ilk olaraq palataya yeni üzvlərin qəbulu başladı və daha 28 nəfər İctimai Palataya üzv qəbul edildi. Sessiyada çıxış ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın fəaliyyətini cəmiyyətdə demokratik dəyişikliklərə inamın bərpası kimi dəyərləndirdi. Aprelin 2-sində keçirilməsi nəzərdə tutulan mitinqə toxunan Müsavat lideri bildirdi ki, icazə verilməyəcəyi təqdirdə aksiya fəvvarələr meydanında icazəsiz keçiriləcək. Sonra mitinqin qətnaməsi də palata üzvlərinə açıqlandı. Həmin qətnamədə rəsmi Bakıya dünyada baş verən proseslərdən nəticə çıxarmaq və ərəb ölkələrinin iqtidarlarının etdikləri səhvləri təkrarlamamaq xatırladıldı. Eyni zamanda hakimiyyətin İctimai Palataya və müxalifət liderlərinə qarşı telekanallarda başladığı qarıyaxmalara son qoyması tələb edildi. Qətnamədə köklü islahatlara başlamaq, bu islahatların qarantı kimi yeni parlament seçkiləri keçirmək, yeni konstitusiya qəbul etmək, korrupsiyaya qarşı mübarizədə mövcud hökuməti buraxmaq, nazirlərin korrupsiya fəaliyyətlərini araşdırmaq, bu araşdırma başa çatana qədər bu şəxsləri hakimiyyətdən kənarlaşdırmaq kimi çağırış da var. Bununla yanaşı mitinq təşkilat komitesi aksiya iştirakçılarına zor göstərilməsini də tövsiyə edir.